Salam, Dövlət İmtahan Mərkəzinin 4-cü sinifə aid olan testindən bir sualın izahına baxmağa çalışacağıq. Deməli, 16-cı sual. 16-cı sualda baxırıq, məsələni diqqətlə oxumağa çalışırıq. Deyir, şahmat çempionatının mükafat fondu 12.000 manatdan ibarətdir. Birinci yerin sahibi, üçüncü yerin sahibindən 7 dəfə çox, üçüncü yerin sahibi, ikinci yerin sahibindən 2 dəfə az məbləğ qazandı. İkinci yerin sahibi nə qədər mükafat qazandı? Baxın, bunu tənlik qurmaqla, məsələ həllini etməklə biz məsələni rahatlıqla həll edə bilərik. İndi bizdə nə verib? Şərti diqqətlə mərhələ-mərhələ oxuyub və həll etməyə çalışacağıq. Deməli, bax, ümumi məbləğ nə qədərdir? 12.000 manat. Yəni, bu birinci, ikinci, üçüncü yerin ümumi məbləği 12.000 manatdır. İndi birinci yerimiz var, ikinci və üçüncü. Üçüncü yerimiz var. İndi mərhələ-mərhələ oxuyuruq. Deyir, birinci yerin sahibi, üçüncü yerin sahibindən 7 dəfə çox. Dəfə çox, misli, qatı bilirik ki, vurma deməkdir. Deməli, birinci yerin sahibi, üçüncü yerin sahibindən 7 dəfə çox o deməkdir ki, birinci yerin sahibi, daha doğrusu, üçüncü yerin sahibi, birinci yerin sahibindən 7 dəfə kiçikdir. Ona görə də biz sondan başlayırıq ki, cəmimiz, yəni tam alınmasın. Üçüncü yerin sahibinə biz x deyirik və birinci yerin sahibinə şərtdə olduğu kimi 7x deyirik. Baxın, niyə müəllim x alındı, 7x alındı? Bax, yenə də təkrar edirəm. Birinci yerin sahibi və üçüncü yerin sahibindən 7 dəfə çox o deməkdir ki, üçüncü yerin sahibi də birinci yerin sahibindən 7 dəfə azdır. Elə azdan başlayıb aza x deyirik ki, artıq çoxumuza, dəfə çoxumuza ondan böyük, deməli, ədəd qoymuş olar. Buna x da deyə bilərik, istənilən hərfi A, B də deyə bilərik. İndi mən x dedim. Daha sonra davamını oxuruq. Üçüncü yerin sahibi, ikinci yerin sahibindən 2 dəfə az. Deməli, bax, bu x, üçüncü yerin sahibi, ikincidən 2 dəfə azdırsa, başqa sözlə, ikinci, üçüncü yerdən 2 dəfə çoxdur. Yəni, x-in 2 dəfə çox olması üçün 2x etməliyik. Bunların da cəmini biz əvvəl bilirdik ki, 12.000 qeyd olunmuşdu. 12.000 manat. İndi baxırıq. Hər birinin cəmi dediyinə görə toplamalıyıq. Yəni, 7x üstə gəlinsin, 2x üstə gəlinsin, 2x bərabərdir 12.000 manata. Biz indi dəyişənləri toplamalıyıq. 7x-in üstünə 2x üstə gəlsin, x gələndə 10x, bu da bərabərdir 12.000 manata. X da bərabərdir 12.000-i deməli, böləndə ona əlbəttə ki, 1200 manat alınır. Baxın, uşaqlar, biz 1200 aldıq. Tez o dəqiqə qaçıb, bax, 1200 B variantında da var. Onu seçmək doğru olmaz. Axıra qədər şərtə diqqət etməliyik ki, bizdən sonda nəyi soruşdu? Baxın, bizdən üçüncü yeri soruşmur. Bax, bu üçüncü x nədir? Üçüncü yerin sahibinin alacağı məbləğdir. Amma bizdən deyir, ikinci yerin sahibi nə qədər mükafat qazandı. Ona görə də, baxın, ona görə də biz ikinci yerin sahibinə qoymalıyıq. Yəni, 1200 manatı 2x-in yerinə qoysaq, 2-ni vursaq, deməli, 2-ni vursaq 1200-ə 2400 manat edir ki, bu da A variantında özünü doğrultmuş olur. Bu məsələlərin mütləq sonunda nəyi istədiyini diqqət etməliyik. Baxın, 12.200 manat da var idi. Amma bizdən üçüncü yeri soruşmur. İkinci yeri soruşduğuna görə gətirib x-mızı ikinci yerin sahibinə yerinə yazırıq və cavabımız 2400 manat olaraq A variantı alınmış oldu.